Amerika Dövlət Məclisi Şərq Türkistandakı yığılış lagerləri haqqında guvalıq beriş yığını çağırdı. Erkin Asiya Radiosu xəbəri. Amerika Dövlət Məclisinin bir komiteti 26 iyul günü guvalıq beriş yığını çağırıb, Xitayning Şərq Türkistandakı yığılış lageri təqibləş və bastırış qılmışları haqqında mutaxassislar və jurnalistlardan guvalıq aldı. Amerika Avam Palatası Xitay İşlər Komitetinin cümə günü elan qilishçə, Şərq Türkistandakı kişilik hüquq krizisi təqibləş, bastırış və kən köləmlik tutqun qilish namlıq məzkur guvalıq beriş yığını Uyğurlarının künsiri ağırlaşıyotqan və naçarlaşıyotqan kişilik hüquq vəziyyəti Xitay hökumətinin Şərq Türkistanda dünyadakı ən qattiq saqçı dövlətini quruş və Amerika-Xitay münasibətlərində bu məsələni qandaq həll qilishqa dair siyasətlərini o'ttirib qo'yishni maqsad qilgan ekan. Məzkur komitet bayonotida Uyg'urlar və Şərq Türkistandakı başqa musulmon millatlar qonunsuz tutqun qilinishi, tan jazosi, diniy erkinlik və madaniyat qo'rqinchlik cheklimiga və digital ta'qiblash uchrab, yuz tunish apparatini o'rnatish, qo'l telefon tekshirish, din avishkirlarini yig'ish qatorliq saqchilarning keng ko'lamlik nazorati orqali ularning kundalik hayotining barliq sohasi nazorat ostiga ilindi deyilgan. Bayonotda yana 1 milliondan kishining tutqun qilinib, atalmış qayta tarbiyalash lageriga sulanganligiga doir ishonchlik ma'lumotlarning borligi. Bu lagerlarga sulanganlarning ichida Erkin Asiya Radiosuning Uyg'ur bölümünün muxbirləri və tunulğan kişilik hüquq fəaliyyətçisi Rabia Qadirinin ailə əzalarının barlığı bildirilgan. Amerika Avam Palatası Xitay İşlər Komitetinin bayanatında göstərilişçə, guvalıq beriş yığınında Erkin Asiya Radiosuning muxbiri Gülcehra Xoca, Amerika Loyola Universiteti dosenti Ryan Tom, Xitay Arxivi namlıq tor betining oliy muharriri, Amerika Dövlət İşlər Ministerliğinin sabiq analizçisi Jessica Batke guvalıq berdi ekan.